Nvidia DLSS 5 ilə qrafikada yeni mərhələ açır. Oyunlarda işıq artıq sadəcə effekt yox, adlı sistem. Nvidia DLSS 5 ilə oyun qrafikasına yeni nəfəs verməyə hazırlaşır. Bu texnologiya artıq sadəcə FPS artırmaqla kifayətlənmir. Real vaxtda səhnəyə daha fotorealist işıq və material effekti əlavə edir. Yəni oyunda metal daha sərt, su daha canlı. Saç isə render deyil, salon çıxışı kimi görünə bilər. Yeni sistem AI vasitəsilə kadrdakı obyektləri tanıyır və işıq kölgə davranışını daha düzgün tətbiq edir. Nvidia bunu neural rendering sayəsində böyük sıçrayış adlandırır və texnologiyanın 2026-cı ilin payızında çıxacağını bildirir. İlk dəstək alan oyunlar arasında Starfield, Hogwarts Legacy, Resident Evil Requiem və Assassin's Creed Shadows da var. DLSS 5-in ilk mərhələdə yalnız RTX 50 seriyası üçün təqdim olunacağı açıqlanıb. Bu da o deməkdir ki, yeni nəsil görüntü keyfiyyəti üçün yeni nəsil GPU şərt olacaq. Bir sözlə, bu dəfə məsələ oyun açılır, deyil, oyun nə qədər kino kimi görünür səviyyəsinə keçir.